28 dekabr OTK sınağı sual 6. Klaster ilə tamamlaya bilən fikirləri müəyyən edin. Deyir, qayın sözü cümlədə ismin təhsil halında işlənərsə xəbər ola bilməz. Bəli, təhsil yal xəbər olmur. Bunu bilirik, eləmi? Uşaqlar, qayın sözü milli mənşəli sözdür. Yəni qohumluq bildirən sözdür. Bu sözlərə yalnız mənsubiyyət şəkilçisi artırsam ikinci hecədəki sayı düşər. Təhsillik hal şəkilçisi artırsam düşməyəcək. Yəni buradakı ıq olduğu kimi qalacaq. Ona görə hecaların sayı artar fikri doğru fikirdir. Çünki baxın, buradakı ı düşməyəcək. Əgər mənsubiyyət şəkilçisi olsaydı artırılan, buradakı ı düşəcəkdi, ı artacaqdı. Yəni yenə də heca sayı dəyişməyəcəkdi. Amma bu şəkildə olanda heca sayı dəyişir. Biri doğru götürürəm. Özündən sonra mənsubiyyət şəkilçisi sözün olmasını tələb edər. Belə bir şey yoxdur. Yəni tələb olunur ki, özündən sonra mənsubiyyət şəkilçisi bu mütləq şəkildə şeydə olur. Qeyri-müəyyənlik bildirən yərlik halda olur. Getdim. Mütləq qeyri-müəyyən halda olar. Niyə qeyri-müəyyən olsun? Hal şəkilçisi qəbul etdim, müəyyənlik oldu. Mütləq düzəltmə sözü olar. Hal şəkilçisi qəbul etmişəm. Necə mütləq düzəltmə olsun? Qrammatik şəkilçisi də hal. Demək, feillə bağlı olar. Təhsillik hal feillə bağlı ola bilər. Bəli. Demək, oldu 1 və 5.